Sabahlar ChatGPT bağlansa nə olacaq? Mafiya kimi oyanır, hamı yatanda. Real həyatda mənim üçün nələr? AI sabah söndürsələr nə olacaq? Hamıya salam. Xoş gəlmisiniz. Mən də Azərbaycana xoş gəlmişəm, necə deyirlər. Güman edirəm ki, əhvalınız yaxşıdır. Bugün biz, mən istəyirəm ki, bu danışıq tam səmimi olsun. Yəni biz burada, necə deyirlər, işdən sonra dincəlməyə gəlmişik. Güman edirəm ki, mən də, siz də, hamımız bir yerdə. Mən sizi çox çalışacağam ki, çox texniki yükləməyim. Amma öz axırıncı bir ildə düzəltdiyim sistem barədə danışacağam. Mən haqqımda məlumat, bundan qabaq Süleyman bəy artıq dedi hər şeyi, demək olar ki. Mən kiməm? Hər şeyi rəqəmsal eləməyə çalışıram. Ona görə rəqəmlə danışacağam. 13 yaşımdan kompüter və avtomatlaşdırma həvəsliyəm. Və indiyənə qədər bu həvəs 1 qramda, belə deyək, sönməyib. Çalışdığım şirkətdə hal-hazırda, belə deyək, mənlə işləyən 4 dənə komanda var. Mənə report edən 4 dənə komanda var və title'ım Head of Engineering'dir. Həmin komanda nümayəndələri burada var. Hətta bəziləri Azərbaycanlıdır. 4 dənə hal-hazırda aktiv biznes var, hansına ki, mən idarə edə bilirəm. Çoxlu şirkətlərə davamlı olaraq konsalting edirəm. Şirkətlərin bəziləri Almaniyada, bəziləri cürbəcür ölkələrdədir və Azərbaycanda da var. Və hətta 2 dənə uşağım var, ailəm var, səyahətlərim var və necəsə bu work-life balansı saxlaya bilirəm. Və onu nəyə görə və necə saxladığımı sirri var. O sir haqqında indi danışacağam. Bir etiraf eləyim. 13 yaşımda başlamışam ümumiyyətlə bu sahəyə. Yəni oyunlardan bezəndən sonra başlamışam kod yazmağa. Və o zaman da mən gecələr yata bilmirdim. İdeyalar gəlirdi hər dəfə ki, səhər ayılanda belə bir şey eləyəcəm. Belə bir layihə düzələcəm, belə layihə düzələcəm. Hər dəfə ideyalar gəlir. Burada məni çox adam başa düşür. Və bu ideyalardan da ideyalara görə ümumiyyətlə heç bir başqa işlə məşğul ola bilmirdim. Mənə o qədər maraqlı idi ki, çox həvəsli idim. Və əlbəttə ki, rutinə döndü hər şey. 10 il ərzində kod yazdım və kod yazmaqdan da bezmişdim artıq, sözün açığı. Və ondan sonra mən leadership pozisiyalara keçməyə başladım. Tək proqramları yox, hətta insanlara kömək eləmək ki, onlar böyüsün. Və o da yavaş-yavaş rutinə döndü. O da rutinə dönəndən sonra yaxşı ki, AI gəldi və mən başladım artıq tək insanları yox, həm də agentləri böyütməyə. Və hal-hazırda mən həmin 13 yaşlı oğlan kimi eyni həvəsdəyəm və ona görə bu həvəsi sizinlə bölüşmək istəyirəm. Birinci sualı burada görürsünüz artıq. Hər hansı bir AI chatlardan istifadə etməyən varmı? Okey, gözəl. Növbəti sual odur ki, agentic iş alətlərindən kim istifadə edir? Claude Work, GPT Work və s. və s. Əlinizi qaldırın, zəhmət olmasın. Zalın yarısı var ən azından. Gözəl. Deməli, sizə maraqlı olacaq. Növbəti. Claude və Codex, əlbəttə ki, bu axşamdan sonra hamınız, amma mən məsləhət görəcəm ki, belə deyək, bəzi adamlar Claude-dan və Codex-dan yalnız kod üçün istifadə edir. Mən isə hər şey üçün istifadə edirəm. Və o daha gözəldir. Başlayaq chatın mənfi cəhətlərindən danışmağa. Mən axırıncı dəfə təzə agentic AI-lara keçəndə haradasa bir il, neçə ay öncə AI-dan elə də oxşar bir sual soruşdum ki, mən özümü və konteksti neçə dəfə təqdim etmişəm axırıncı bir ay ərzində. Və o mənə 47 rəqəmini verdi. Yəni, bu o deməkdir ki, mən 47x vaxt itirmişəm boş-boş, hər dəfə eyni sualları verməyə, eyni məlumatları verməyə görə. Siz deyərsiniz ki, bəs ChatGPT-dir, Claude-dur, başqalar Grok-dur və başqa AI-lar necəsə konteksti saxlayır axı öz yaddaşında. Bəli, saxlayır. Amma chatın ortasında hardasa 60%-a yaxın məlumatı itirmiş olur.
Yəni siz nə qədər də o kontekstdə saxlasa da belə, siz hər dəfə o ilə danışanda siz sanki dostunuzla çay içirsiniz, söhbət edirsiniz. Maraqlıdır, gözəldir, yaxşıdır. Amma nə danışmısınızsa yarısı sabah yaddan çıxacaq. Qalan hissənin 90%-i də növbəti bir ay ərzində yox olacaq beyninizdən. Heç nə yadınızda qalmayacaq. Qabaqlar insanlar dəftərdən istifadə edirdi, indi isə kontekstdən istifadə edir. Yəni itən kontekstdir. Amma paradigma dəyişir. Mən buna AI V2 deyirəm. Çünki kontekst hardasa, productionda hardasa yerləşirsə, o insanlara məxsusdur. Amma heç olmasa sizin kompüterinizdə yerləşən kontekst varsa, artıq siz hər şeyi idarə edirsiniz. Cloud koddan, misal üçün siz və ya Codex-dan istifadə edəndə kod elə kontekstdir, düzdür? Həmin kod sizin kompüterinizdə var, Gitdə də var, sizdə də var. Və siz ondan istifadə edəndə deyirsiniz ki, okey, mənim üçün bunu dəyiş falan şeylə və s. Hər hansı bir AI-dən istifadə etsəniz, yenə də normal olacaq, düzdür? Normal standart olacaq. Amma bizim formula elədir ki, biz tək kod yox, hətta sizin həyat kontekstiniz, sizin bütün işləriniz, biznesləriniz hamısını kod kimi Cloud Code və ya Codex-də saxlamaqdan danışacaq. Deməli, necə işləyir? Kontekst nədir? Adi qovluqlardır. Mən bir zamanlar Obsidian application-dan başlamışam. Obsidian haqqında kim eşidib? Obsidian. Gözəl. Obsidian nə idi? Sadəcə, belə deyək, nə zamansa Alman sosioloq deyəsən, adı yadından çıxıb, sözün açığı, nə etmişdi? O, bütün dəftərlərdən istifadə edərək, kağızlardan istifadə edərək ikinci beyin yaratmışdı özü üçün. Bu 1950-də baş verib. Yəni, təsəvvür, o vaxtlar cəmaat artıq düşünürdü ki, mən necəsə artificial bir beyin düzəldim. Və o beyni mətin yazaraq yazmışdı kağızlarda və necəsə o kağızları bir-biri ilə, məntiqlə birləşdirirdi, connectionlar yaradırdı. Sanki bizim beyin hüceyrələrimiz necədir? Eyni. Və həmin zamanda sonra Obsidian bir application-də open source free app idi, hansı ki, haradasa 10 il qabaq hype-a düşmüşdü. Və sonra o hype necəsə harasa etdi, amma mən o Obsidian application-dan davamlı istifadə edirdim. Axırıncı 6 il ərzində istifadə edirdim və nə məlumatlarım var idi, hər hansı bir işdə çalışanda, ailədə nəsə məsələlər olanda, hamısını ora yazırdım, ayrı-ayrı kateqoriyalara. Və sonradan AI çıxandan sonra mən bütün bu MD fayllar, o da MD fayllarda hər şey saxlayır. Mən bunu AI-ya verdim və mən doğrudan da ikinci beyin yaratdı bizim üçün. Və hal-hazırda mən sizə demirəm ki, Obsidian-dan istifadə, mən özüm ondan artıq istifadə etmirəm. Amma MD faylları var idi, hansını ki o yaradıb və onun vasitəsilə mən indi AI-ya bunları yetizdirib lazımi məlumatları ala bilirəm. Deməli, necə işləyir? Qovluqlardır, mətn fayllarıdır. Orada sadəcə məlumat verirsiniz, kontekst verirsiniz. Kiməm, nəçiyəm, hansı işlərim var və s. və s. Sonra agent fərq etməz, hər hansı bir AI-yə qoşursunuz ora və terminaldan onu açırsınız. Google Antigravity də ola bilər, istənilən AI ola bilər. Və o sizə cavab vermir suallara. O sizin işinizi görür. Çünki MCP-lər var, qoşulur bütün dünyaya və bütün akkauntlarınıza və başlayır iş görməyə. Və giriş nöqtələri nədir? Mən hal-hazırda nə etmişəm? Terminaldan işləyir öz kompüterimdə, amma Telegrama qoşmuşam və adi chat kimi səs göndərirəm ona, deyirəm ki, falan şey eləmək lazımdır, o da mənim üçün edir. Və CrowdHenge avtomatikadır. Mən çox texniki dildə danışmaq istəmirəm. Bilirəm ki, hamı developer deyil burada və insanlar sadəcə AI ilə manipulanır. Fayllar heç nəyi unutmur dediyim kimi, modellər dəyişəcək, amma fayllar qalacaq. Cəmaət deyir, bəs sabahlar ChatGPT bağlansa nə olacaq? Heç nə, Cloud-a keçərik və heç nə itirməyəcək. Cloud da bağlansa Grok-a keçərik. Grok da bağlansa olamadan zaten kompüterə ustanovka edib, yenə də işlədərəm. Yəni, mən onlardan asılı olmuram. Və mən yaratdığım sistemin adını Jest qoydum. Soruşmayın, haradadır bu ad. Deməli, Iron Man kinosuna baxanlar olub yəqin ki, orada Jarvis var idi, yadınızdadır. Mən onun sadəcə qız versiyasını yaratdım, adını Jess qoydum. Sadəcə ideya idi, yəni belə ağlıma birinci gələn ideya bu idi. Və gördüyünüz kimi necə işləyir, kontekst qovluğu var, sonradan terminal agentlər var, Telegram bot var, Cron var və tapşırıqlar var. Poçtur, kalender, Hackvimdir, hər hansı bir mənim işlərimdir və s. hamısı bir yerdə. Növbəti. Jest real həyatda mənim üçün nələr edir? Yəni, sizin üçün daha çox işlər görə bilər.
Maliyyə. Yəni ilk növbədə büdcə, investisiyalar, ayın sonu üçün proqnoz, hər şeyi hesablayır və sonradan siz özünüz bilirsiniz ki, mən nə qədər pul xərcləyə bilərəm, bu il səyahətə nə qədər pul xərcləyəcəm, Bakıya gedəcəm, getməyəcəm, başqa qərarları verə bilirəm onun sayəsində. Sonra Monks şirkətindəki işim, komandalar, menecmentdir, layihələrdir, hamısının konteksti oradadır. Əlbəttə ki, mən kontekstləri ayırıram ki, işlə şəxsi məsələlər qarışmasın və işlər çox kömək edir mənə. Mən daha az vaxt sərf edib daha çox iş görə bilirəm. Çünki avtomatlaşdırılmış işlər var və mən danışacağım hansılar var. Bu biznes məsələləri heç, orada prioritet öhdəliklər, layihələr, müştərilərlə necə danışmağı, kontekst özü bilir ki, bu müştəri biraz kaprizindir, problem yaradacaq. Falan müştəri daha gözəldir və özü bilir ki, özü prioritet yaradır ki, bu adamla işləmək daha yaxşı olardı, nəinki o adamla. Çünki mən onlara artıq öz fikrimi nə zamansa bildirmişəm və kontekstdə həmişə bölüşmək lazımdır, danışmaq lazımdır yəni. Satışlarda mənə çox kömək edib. Mən ömür boyu heç öz maşınımı sata bilməmişəm. Amma hal-hazırda mən mentorluğu satıram. Yəni bu məhsuldur. Amma o birisi tərəfdən də güman edirəm ki, bu çox adama kömək edir. Zalda da mənim mentorshipdən keçən və ya hal-hazırda mentor olan adamlar var, az deyil. Content, YouTube kanalı, Udemy kursları falan. Bunlardan mən bunun üçün mən AI-dən istifadə edirəm. Və ən gözəl ideyaları analitikadan çıxardıram, baxıram ki, okey, cəmaatın xoşuna gələn bu tip videolardır, bundan sonra bu tip videoları yaradacağam və s. və s. Eynən də kursların statistikası. Uşaqlarımın təhsili belə AI vasitəsilə track olunur. Çünki mən bilirəm ki, mən çox işləyirəm və mənim zamanım olmayacaq hər dəfə buna fikir verməyə, baxmağa. Amma AI mənim yadıma salır, track edirəm, məlumatları ora qeyd edirəm və o mənə məsləhətlər verir ki, nə etmək olar. Alman dili, misal üçün, Alman dilinin danışığını və qrammatikasını jest düzəldib. Çünki qabaqlar ancaq sözləri bilirdim, yaxşı. Amma hazırda normal danışa da bilirəm, öyrənirəm. İndi gəlin superfishlərdən danışaq. Superfish nədir? Mən bunu belə adlandırırım, life hacklardır. AI-dən istifadədə necə qabağa düşmək olar, başqalardan necə fərqlənmək olar. İlk növbədə birinci superfish nədir? Yəni, tez-tez olur ki, siz Claude-u qoşmusunuz, istəyirsiniz ki, hər hansı bir işi görsün sizin üçün. Amma görürsünüz ki, hər hansı bir, ya sizin şirkətdə icazə yoxdur ona, ya hər hansı bir sayt MCP ilə çalışmır, işləmir, layihədə MCP yoxdur, nə bilir, hər hansı problem var. MCP haqqında yəni hamı bilirdi. Yəni sadəcə connectorda qoşursunuz, öz AI-nızı kalendara, təqvimə qoşursunuz, öz AI-nızı Gmail-a qoşursunuz və s. və s. hər hansı bir proqrama. MCP yoxdursa, Playwright MCP var. Playwright MCP nədir? Qabaqlar Playwright-dan nə üçün istifadə edirdilər ki, siz hər hansı bir sayt düzəltmisiniz, o saytı test edirsiniz, düzdür? Deyirsiniz ki, okey, falan sayta gir, oradan bu düyməni sıx, belə bir gözlənti var ki, o düyməni sıxandan sonra falan şey baş verəcək. Onu test etmək üçün Playwright-dan istifadə edirəm. Amma mən Playwright-dan MCP yaratmaq üçün istifadə edirəm. Əgər MCP yoxdursa, Playwright-a deyirəm ki, mən üçün MCP yarat. Gedir, oradan API-ları çıxardır və ondan sonra məndə artıq həmin istədiyim sayt üçün, hətta Azərbaycanın dövlət saytları üçün mənim üçün MCP var. Mən terminala deyirəm ki, gir orada bax gör şəxsiyyət vəsiqənin kodu nə idi. Gedir ora sadəcə deyir, bir dənə mənim üçün login elə, qalan hamısını edəcəm. Və gedir hər şey bütün işləri görür mənim üçün. Sonra nəticədə nə baş verir? Görürsünüz, heç nə gözləmədən, API yaradılmadan, heç bir MCP, daha sonra API artıq var orada, MCP yaradılmadan işləri görür mənim üçün. İkinci superfish çox maraqlı olar. Məncə, həm də qeyri-texniki adamlara çox maraqlı olar. Bu parlamentdir. Parlament nə edir? Mən hər hansı bir ağır qərarım var mənim, nə bilim, işdə kimisə işdən çıxartmaq lazımdır ya yox. Nə bilim, hər hansı bir çox vacib qərardır da həyatda. Nəyisə dəyişmək istəyirəm, nəyisə etmək istəyirəm. O halda mən parlamentə çağırıram. Parlament kimdir? Siz özünüz də təyin edə bilərsiniz. Mən misal üçün nə etmişəm? Mən öz həkimimi yaratmışam orada. Sadəcə AI-yə demişəm ki, sən mənim həkimimsən bundan sonra. Parlamentin bir nümayəndəsi həkimdir. İkincisi, karyera coachdur. Yəni mənim məqsədlərim var və 5 ildən sonra harda olduğumu istəyirəm və yazıram. Və AI onu bilir və karyera coachu yaradır. Sonra business coach var ki, mən bəlkə tək karyera yox, biznesdə də inkişaf eləmək istədim. Oradan yazıram. Ailə coachu var, IT və leadership coachu var. Və mən sonra sual verirəm. Okey, bundan sonra mən A yolu ilə gedim, yoxsa B yolu ilə gedim? Və deyirəm, parlamentə çağır. AI just gedir, parlamentə çağırır. Parlamentdə nə deyir? Hər buradakı rol
2 sətr mətn yazır mənim üçün. O 2 sətirdə nə yazır? Yazır ki, okey, sən axır vaxtı nəsə baş ağrıların çox olub, bu yeni işi özlərinə hələ ki götürmə. O ikincisi karyera coach deyir ki, okey, səni vot promot eləmədilər, direktor pozisiyasına verəcəklər sənə. Sən hal-hazırda bu işlə məşğul olma, ondan sonra işə yönəl. Üçüncüsü falan şey deyir və hərənin öz fikri var. Və sonra Jess görür, bütün bu fikirləri görür və deyir ki, 6 nəfərdən, misal üçün 6 nəfərdən 4-ü deyir ki, B yolu ilə get, ancaq ikisi deyir A yolu ilə get. Nə düşünürsən? Əlbəttə ki, qərarı mən verirəm. Amma mən artıq bir neçə fikirlərə qulaq asmış oldum və onda mənim qərarımın daha düz olmaq ehtimalını çoxaldır. Parlament bunun üçün gözəl işləyir. Night Agent isə daha dərin bir məsələdir, amma məncə bu ideya sadəcə mənim ağlıma bir gün gəldi. Mən yatanda dedim ki, bütün tokenlər boş-boşuna gedir, mən də yatıram. Məncə bu hiss çox adamda var burada. Yəni siz aylıq ödəniş verirsiniz Claude ChatGPT-yə, amma gecələr kompüteriniz işləmir, iş görmür. Havaya pul gedir deyirlər. Mən düşündüm ki, mən nə edə bilərəm? Deməli, hər layihə hər ayrı qovluqda yerləşir, düzdür? Hər layihənin necə ki mən menecer olaraq mən insanlara həmişə məqsəd qoyuram adətən. Ki misal üçün sənin məqsədin nədir soruşuram. O məqsəd haqqında deyirlər mənə və sonra qərara gəlib OKR-ı set edirik. OKR nədir? Objective and Key Results. Yəni hər hansı bir məqsədləri təyin elədik və nəticələri qeyd elədik. Misal üçün deyək ki, insanın məqsədi nə ola bilər? Mən falan şeyə öyrənmək istəyirəm. Okay, ingilis dilini öyrənmək istəyirəm. İngilis dilini öyrənmək istəyirəm. İngilis dilini öyrənmədiyimi necə bilə bilərəm? Okay, imtahana gedib B2 imtahanını verəcəm. B2-dən keçdimsə, deməli mən yaza bilərəm ki, mən ingilis dilini bilirəm. Okay, super. Ona görə biz OKR-ı belə seçdik. Objective ingilis dilini bilməkdir, key result isə B2 imtahanından keçməkdir. Bunu yazandan sonra hər layihənin öz OKR-ı var və Night Agent nə edir? Gecə mafiya kimi oyanır, hamı yatanda. Gedir bütün mənim layihələrimə bir-bir baxır, read only, yəni heç nə yazmır, kod yazmır. Bütün layihələrdə baxır ki, okey, məqsəd nədir? Misal üçün biznesdir, məqsəd $200 gətirir ayda, misal üçün. Məqsəd odur ki, 3 aydan sonra 400 gətirsin, 2x. Bu məqsədə çatmaq üçün mən hər şeyi düz edirəm ya yox? Night Agent həmişə bu sualı verir. Gedir, baxır, görsə ki, okey, falan şeyi düzəldə bilərik ki, biz qabağa düşək. Yoxlayır, baxır. Alındı, alınmadı. Onu yazır mənim üçün, heç bir qərar vermir, sadəcə yazır. Mənim üçün bütün konteksti yığır. Misal üçün, haradasa 30-40 layihə var, çünki bəziləri şirkət daxilində, bəziləri biznes daxilində, bəzi ailənin məsələləridir. Hətta harasa gəzməyə getməyi də şey kimi saxlayır, kontekst kimi saxlayır məlumatları. Sonradan mən səhər oyananda, qəzet formatında, HTML formada, burada demo var, indi vaxtınız var deyən ki, göstərə bilərəm. Qəzet formatında göstərir ki, okey, falan layihədə belə bir qərara gəldim, belə eləsən daha yaxşı olar. Məsləhətləri hamısını mənə verir, çox gözəl formada verir ki, mən onları oxuyanda darıxmayım, yuxum gəlməsin səhər tezdən. Hamısına baxdım və seçirəm. Bununla davam et, bununla davam etmə və yanında kommentariya yazıram ki, nəyə görə davam etmə ki, sonradan konteksti yadda saxlasın və gələn gecə üçün daha da yaxşı öyrənsin. Növbəti gecə isə nə baş verir? Mən bundan qabaq nə qərarları vermişəmsə, hamısını icra etməyə başlayır, əgər icazə versə mən ona. Gecə vaxtı girir, özü icra edir, özü test edir və səhərə report gəlir ki, falan şeyləri belə elədim və belə təzə bir şeyləri də tapdım sənin üçün, nə düşünürsən? Və təsəvvür edin ki, hal-hazırda əvəzimə gecə vaxtı da işlədiyinə görə əlbəttə ki, məhsullar olmağa başlayıram. Canlı demoya klik eləyə bilərsiniz, zəhmət olsa. Görürsən, normal açılacaq. Yeni təbdə açıldısa, yuxarıdan aça bilərsiniz. Aha. Yəni, belə bir şeydir. The Night qəzet. Yazır burada özü ki, birinci addım belə bir şey oldu. Səhər qəzeti nədir? Burada yazırsınız, bəyəndim, bəyənmədim, şərh yazırsınız, save edirsiniz və növbəti gecə oyanır özü, təzədən başlayır işləməyə. Və bunu yaratmaq heç nədir, sadəcə ideyadır. Cloud Code-a sadəcə onu Azərbaycanca deyin, özü sizin üçün yaradırıq. Əsas ideyadır. O ideyada ağlınıza gəldi, icra edin. Çünki bunları icra etmək indi demək olar ki, pulsuzdur. Niyə də yox? Öz ağlınıza da ideya gəldi, icra edin, yoxlayın, sonra da o barədə danışın, paylaşın cəmaatla. Olar, prezentasiyaya qayıdaq.
Birinci tabada deyəsən. Okay, command 1 basdım bir dənə. Çox sağ ol. Bəli, və Telegramı ona nə üçün qoşuram? Çünki mən istəmirəm ki, mənim işim necəsə telefonda olsun. Amma hərdən olur ki, nəsə təcili bir məsələ ola bilər. Telegramda mən promptları yazmıram əsasən. Sadəcə belə suallar verirəm ki, olur ki, gecə vaxtı yata bilmirsiniz, çünki sabah 1000 dənə iş var. Hamısı da yadınızda olmadığına görə beyniniz hələ də işləyir. Normal yatmaq üçün nə etmək lazım? Beyninizdə olan məlumatları harasa yazmaq. Ona görə mən bu hamısını AI-ya verirəm. Mənə task manager kimi çalışır mənim üçün. Və mən nə edirəm? Mən sadəcə Telegramdan soruşuram, axşam vaxtı misal üçün, sabaha nə var? O siyahı yazır, okey, bu işləri görmək lazım olacaq. Vəsə, mən bilirəm ki, Telegram bunu bilir, mən onunla razıyam, yəni Jess onu bilir, mən onunla razıyam və mən rahat gedirəm, yatıram, heç nə düşünmədən. Çünki səhər oyananda bilirəm ki, artıq nə görəcəm, nə işlər olmalıdır və prioritet nədir. Çay fasiləsini eləmək istəyirdik, amma çay fasiləmiz əvvəldə olduğuna görə etməyəcəyik. Amma bundan sonra, bu skrindən sonra yuxarıda sizdə QR kod olacaq. O QR kod sadəcə nə üçündür? Orada mənim çıxışımı rate edə bilərsiniz. Mənim üçün çox faydalı olar bu məlumat. Əgər nə isə düz eləmirəmsə, onu mütləq qeyd edin ki, öyrənim. Və orada siz özünüz sadəcə məlumat, e-mail falan yazırsınız və sizin e-mailiniz avtomatik olaraq Jess haqqında bütün məlumat gələcək. Və Jess-i mən artıq GitHub-a yerləşdirmişəm, open source-dır. İstədiyiniz halda onu sadəcə öz kompüterinizdə run edə bilərsiniz. Onu run eləmək üçün burada da instruksiya olacaq. QR bundan sonra da olacaq, narahat olmayın. Dərin işdən də danışarkən, əgər hər yerdə MCP-lər varsa, Jess mənim üçün cron jobları da run eləyir, nə mənada. Hər səhər oyananda avtomatik gedir mənim kalendarıma baxır və kalendarımdan baxır ki, okey, hansı işlər, hansı zənglər olacaq, təcili işlər hansılardır və s. Əgər görürsə ki, misal üçün sxemada yazılıb ki, filan kəslə görüş, avtomatik gedir kontekstə baxır, filan kəs kimdir, kiminsə adı soyadı var. Heç mitingin agendası olmasa belə başa düşür ki, filan kəslə danışıq böyük ehtimalla filan layihəyə aiddir. Özü bilir onu, özü qərar verib bilir onu. Və sonra mənə deyir ki, sən bunun üçün hazırlaşmalısan. Çünki mənim fikrimcə hər hansı bir danışığa həmişə hazırlıqlı gəlmək lazımdır. Çünki hazırlıqlı gələndə sən özünü rahat hiss edirsən. Mən də bugün hazırlıqlı gəldim, çox rahat hiss edirəm özümü. Əgər prezentasiyanı bitirməsəydim, yəni burada danışa bilməyəcəkdim. Yəni misal üçün də. Eynən. Yəni hazırlıq həmişə olmalıdır. Ona görə Jess mənə çox kömək edir ki, mən hazırlaşam. Və hazırlıq işlərini avtomatik özü bilir, konteksti anlayır. Anlamayanda mənə 2-3 dənə sual verir. Suallara cavab verdikdə onları save edir, MD faylları. Gələn dəfə kontekst yenə də var onda. Amma bir dənə əsas məqam odur ki, AI öz-özünə ağıllı olmur. AI sanki sizin işçinizdir, deməli uşağınız, sizin işçinizdir. Siz onu hər dəfə öyrətməlisiniz. Hər dəfə ona feedback vermək lazımdır. Feedback culture-ını hətta AI ilə eləmək lazımdır ki, o öyrənsin və növbəti dəfə sizə kömək eləsin. Bu isə, belə deyək, AI tək mənim üçün yox, hətta başqalarının biznesləri üçün işləyir, özünüz bilirsiniz. Və mən çalışıram ki, Jess vasitəsilə yox, onun, necə deyirlər, bacı qardaşlarını yaradıram AI üzrə ki, başqa şirkətlərə kömək eləsin. Və soruşarsınız ki, necə kömək edir? Misal üçün, marketinq. Həm content planını qurmaq üçün, həm funnelları yaratmaq üçün, həm düzgün reklamlara attribution etmək üçün çox kömək edir. Yəni, marketinq sahəsində çalışanlar varsa burada, yəni mən bu sahədə kömək edə bilirəm məsləhətlərlə və ya hazır AI agentiklərlə. Necə? Misal üçün, bir dənə bot düzəldirik, hazır Haiku-dan və ya hər hansı bir Claude-un hansısa daha ucuz modelindən istifadə edirik. Qoşuruq onu Facebooka, qoşuruq onu Instagrama, qoşuruq onu WhatsApp-a, TikTok-a və s. Və kimsə orada sizə nəsə sual verirsə, sizin biznes haqqınızda, avtomatik olaraq cavab bot tərəfdən gəlir. Elə onların WhatsApp-ına, cəmaatın WhatsApp-ına. Sonradan artıq görsələr ki, bot
bir problemli adamdırsa, misal üçün, o halda başlayır insan tərəfə yönləndirmə. Yəni customer service'in birinci layerini, birinci dərəcəsini bağlayır. Satışlarda misal üçün ani cavab çox vacibdir və insan, əlbəttə ki, insan faktoru olmalıdır, insan olmalıdır satışlarda, amma onu da hər hansısa bir tərəfdən avtomatlaşdırmaq olar. Misal üçün kimsə nəsə almaq istəyəndə onlayn mağazadan 1-2 dənə xırda sual verir, çox sadə, primitiv suallar verir. 90% suallar çox primitiv olur. Və biz indi hər dəfə insan orada cavab versə, ola bilsin ki, insanın emosiyası qaçdı, getdi, yəni o alıcının emosiyası. Və AI çoxdan suala cavab versəydi, bu satış alınardı. Amma insan ona 15 dəqiqədən sonra cavab verəndə artıq satış getmir və heç, misal üçün, müştəri həmin malı almır, belə deyək. Hesabatlardır, sənədlərdir, müraciətlərdir və s. Bunlar qabaqlar hamısı database-də olub, amma indi AI vasitəsilə bunları da avtomatlaşdırmaq olar. Yəni primitiv işlər, hansı ki sadədir, AI hamısını cover, hamısını bağlaya bilər. İnsan bir dənə onu yoxlamalıdır və quş qoymalıdır ki, hə, razıyam. Yəni bunları da avtomatlaşdırmaq olar bizneslərdə. Coding, testing, review, hedge. Yəni mən adətən bir neçə agentləri hamısını bir-birinə qoşuram. Biri kod yazır, o birisi yoxlayır, üçüncüsü təzədən yoxlayır, sonra playwright MCP-ni qoşur, oradan da təzədən yoxlayır. Axırda elə alınır ki, AI yazdığı kod 50-60% hallarda insanlardan yaxşı yazmağa başlayır. Və gördüyünüz kimi, yəni product managementdə feedback analiz eləmək olar. SEO, GEO-da çox gözəldir hal-hazırda AI. Əgər düzgün train eləsəniz, sizin saytınız artıq Google-da və ChatGPT-də belə başlayır çıxmağa. Mən artıq Azərbaycanda bir müştəri üçün elə eləmişəm ki, ChatGPT-də ən yaxşı nəsə yazanda o sahəsində birinci üçlüyə salır onu. Yəni Bakı dairəsində saytın cəmi 2 aydır ki, belə 2 aydır ki, sayt onlayna çıxıb. Onu ChatGPT artıq tövsiyə edir və birinci top 3-lüyə, top 5-lüyə salır. Sadəcə yolları var və sözün açığı ancaq AI-ya düzgün promptlar vermək lazımdır, vəssalam. Görürsünüz, burada qeyd elədiyimiz kimi bizneslər mütləq bundan istifadə etməlidir, çünki risk götürməmək artıq böyük bir riskdir. Real nümunələrdən göstərim ki, mən nələr etmişəm. Misal üçün, mənim dost tanışlarım var. Avropada, Amerikada, hansı ki, onlar da hansısa müdir vəzifələrdədir və onlar nə edir? Onlar işçi axtarır. Onlar işçi axtarır və onlara tez-tez daha ucuz işçi qüvvəsi lazımdır. Amma belə deyək də, Avropaya yenə də daha yaxın adamlar olmalıdır mədəniyyətə görə. Və mənim fikrimcə Azərbaycan, yəni Şərqi Avropada bu sahədə elə də qabaqda deyil. Və mən istərdim ki, qabaqda olsun. O mənada ki, remote işlər heç olmasa buradan işləməlidir. Bunun üçün mən bir dənə Easy Apply application-ı vibe code eləmişəm və o nə edir? Hər şirkətə ayrıca admin dostluq verirəm, o xarici şirkətlərə. Hansı ki, ora sadəcə daxil olur və oradan kandidatları idarə edir. Kiməsə rejection göndərir, kimisə götürür və s. və s. Və Open Positions'da siz apply.ilkinaribali.com'da da hələ ki test eksperiment namindir. Onu sadəcə bir dostum üçün düzəltmişdim, çünki onun layihəsinə işçi lazım idi. Və fikirləşirəm ki, yəni bu layihə çox qabağa gedəcək. O mənada ki, cəmaət oradan xaricdə iş tapacaq. Və avtomatlaşdırma ondadır ki, heç bir şirkətə əlavə rekruterlara pul verməyə ehtiyac yoxdur və eyni anda Azərbaycandan xarici şirkətlər istənilən işçiləri götürə biləcək. Və hələ ki, orada cəmi 2 dənə pozisiya var, o da eksperiment üçün. Amma hazırda hər şey işləyir və ora hardasa 50 nəfər apply edib, amma heç biri intervyulardan keçə bilməyib hələ ki, sözün açığı. Növbəti. Burada xidmət biznesidir, misal üçün, ingilis dili kurslarıdır. Cəmaət, mən onlar üçün bot düzəltmişdim. Eynən, yəni burada cəmaət yazır ki, okey, ingilis dili kursu haqqında məlumat almaq istəyirəm və s. və s. Ondan sonra avtomatik təqvimə dəvət göndərilir və ya e-mail istəyir ki, okey, e-mail yazın, zəhmət olmasa avtomatik hər şey göndərir. Yəni sadə requestlər üçün bu chatbotlar çox gözəldir. Növbəti. Saytda AI satıcı. Bu real nümunədə Azərbaycanda artıq belə bir sayt var, hansıda ki chatbot yerləşir və çox təəccübləndirici idi, yaxşı mənada. Yəni ikinci həftədə artıq satışlar var idi saytda.
Orada da eynən, yəni cəmaət yazırıb ki, filan şey almaq istəyirəm və s. Sonra chatbot özü link verir ki, okey, filan səhifədədir sizin istədiyiniz məhsul. Klik edin və alın. Klik edirlər, alırlar və salam. Çox sadə. Yəni cəmaət tənbəldir, çox axtarmayacaq kataloqlarda, mağazada axtarış etməyəcək. Bir dənə nəsə yazır orada, deyir mənə filan şey ver də. Bu da deyir bu linkdən. Keç al. Klik edib alırlar. İşləyir. SEO Geo gördüyünüz kimi bu statistika real statistika. Mən AI-ya sadəcə dedim ki, get filan layihədən adlarını yığışdır, sadəcə adlarını, müştərinin adını çəkmək istəmirəm. Adlarını yığışdır, amma bütün statistikanı qısa olaraq göstər. Ona dedim və bu prezentasiyanın slaydında onu özü çıxartdı. Gördünüzsə, orqanik trafik 52% qalxdı dil məktəbində və AI assistentlərdən, ChatGPT-dən 56 sessiya oldu bir aya. Eynən də tip klinikası, hansı ki, ümumiyyətlə təzə saytını yaradıb. Onlarda artıq görürsünüzsə 87% konversiya olub. Konversiya o deməkdir ki, kimsə doğrudan klinikaya zəng elədi və ya WhatsApp-a yazdı. Biz onu konversiya sayırıq. Yəni ondan sonra aldı, almadı, gəldi dişini təmir eləməyə yoxsa yox, sağaltmağa yoxsa yox, onu bilmirik. Bu marketinq agenti bu barədə mən danışdım artıq. Yəni ki, növbəti slayda keçə bilərik. Sales agent də burada CRM məsələsi var. Misal üçün mən öz mentorship və kömək elədiyim bizneslərin hamısını CRM formatında öz belə deyək, verilənə bazasında saxlayıram ki, sonradan bilin ki, hansı müştəriyə neçəyə nəyi sata bildik və bundan sonra bu müştərilərlə nə edə bilərik, həmin müştərilər bizlə daha çox davamlı qalsın və yeni, oxşar, həmin sahəyə yaxın olan müştərilər də gəlsin yanımıza. Və Jest-dən istifadə etmək istəyirsinizsə, sizə heç bir texniki biri lazım deyil. Bir dənə qalıb Claude Code və ya Codex-ə yükləmək, hətta pulsuz versiyada belə heç olmasa install edə biləcəksiniz. Sonra isə ona sadəcə yazsınız, ilkin Alibaba-li sırf belə ingilis dilində yazmaq lazımdır. Hire Jest layihəsini mənim kompüterimə yaz. Vəssalam. Özü gedəcək, özü hər şey eləyəcək. Bu QR kodla keçsəniz, artıq orada bütün instruksiya sizə e-maildən gələcək. Yəni o orada daxildə var. Və bundan qabaq ideya var idi, mən indicə sizə göstərdim ki, sadəcə prompta yazın, belə bir şey olacaq. Mən bu dəfə AI ilə rusca yazırdım, hər dəfə cürbəcür dillərdə danışıram o ilə. Və ona sadəcə dedim ki, belə bir ideyanı yoxla, gör ümumiyyətlə işləyəcək ya yox. AI bir dənə agent yaratdı, getdi özü mənim o Jest layihəmi yüklədi həmin promptla və yoxladı, doğrudan da işləyəcək ya yox. Sonra işləyəndən sonra dedi ki, işləyəcək, gəl slayda yerləşdirək. Yəni mən bu slaydı düzəldəndə o ilə söhbət eləyə-eləyə, özdə samolyotda, təyyarədə oturmuşdum bura gələndə. O ilə danışırdım elə-belə. Cəmaət elə bilirdi, özümlə danışıram. Və alətlər nədir və qiyməti nədir? Qiyməti sadəcə siz AI-ya pul verirsiniz, başqa heç nə. Yəni, Jest düzəldəndə heç nə vermirsiniz. Mac-da mən iTerm 2-dən istifadə edirəm, amma Windows-da, misal üçün Vesel'dan istifadə etmək olar. O nə üçün lazımdır ki, çoxlu tablar yaradasınız və başınız onların içində qarışmasın. Və terminalda adi sözləri istəyirsiniz, Azərbaycanca istəyirsiniz, ingiliscə, istədiyiniz dildə danışırsınız o ilə və o sizi başa düşür, sizin üçün işləyir. Görəndə ki, düzgün nəsə deyən, AI elədi ki, hər dəfə sizə yox cavabını verə bilir, Claude verə bilir. ChatGPT həmişə hə deyir, Claude hərdən bir yox deyir. Onu yox deyəndə belə yenə deyirsiniz, okey, başqa yol varmı? Yəni Azərbaycan necə danışırlar? Başqa variant var. Burada da elədir. Başqa yol varmı? Deyəcək var, tapacaq. Və çox vacib məqam. Yəni indi hamı gedəcək internetdən hər hansı bir pluginləri yükləyəcək. Çox vacib məqam odur ki, təhlükəsizliyə fikir vermək lazımdır. Təhlükəsizliyə fikir vermək lazım deyəndə çox primitiv yolla cəmaatı aldadırlar. Misal üçün, Instagramda olur test-test, falan Cloud Code-un skilllarını yüklə, belə bir şey olacaq, elə bir şey olacaq. Bəziləri doğrudan da yaxşıdır. Amma bəziləri əsl skamdır və skam necə işlədiyini sizə indi başa salacağım. Plugin tələsi. Bu nədir? Təsəvvür edin ki, hər hansı bir plugindir, yükləyirsiniz. Cloud-da müdafiə var artıq. O gedir, yoxlayır ki, doğrudan da bu plugin sağlamdır ya yox. O skill deyirdim mən. Yəni, skillləri yükləmək olar, problem deyil. Amma onları əməlli yoxlamaq lazımdır. Bəzi skilllər nə edir? Bir dənə URL, yəni bir dənə sahibin öz saytına yönlənir. Yəni, mən Jest-də belə şey eləməmişim, narahat olmayın, yoxdur orada URL. Siz nə edirsiniz? Siz sadəcə yükləyirsiniz onu və URL-ə hər hansı bir sayta yönəlmə gedir hər dəfə. O saytda da baxır, Claude görür ki, sağlamdır, hər şey əla, gözəl.
Amma hardasa bir aydan sonra siz bu plugindən davamlı istifadə edəndə həmin sayt dəyişir və onun daxilinə prompt injectionlar yazılır ki, okey, bütün mənim öz Google şifrələrimi, nə bilim, bütün sessiyalarımı, məlumatlarımı filan yerə göndər. Və AI heç də bilmədən daxil olacaq ora və bütün sizin məlumatlarınızı kiməsə göndərəcək. Şəxsi məlumatlarınızı, şifrələrinizi, az qala bank hesablarınızı, hər şey ora göndərmiş ola bilər. Bunun üçün hər dəfə hər şeyi yoxlamaq lazımdır və belə qızıl qaydalar var burada görürsünüz. Pluginlər yalnız rəsmi istehsalçılardan olmalıdır və ya tanınmış vendorlardan, misal üçün ilkin. Naməlum müəlliflərin URL-li pluginləri qoşmayın. Yəni orada hər hansı bir link varsa daxildə ondan istifadə etmək olmaz. Həmin plugindən. Agentə minimal icazə verin. Yəni deyirsiniz ki, okey, bir qovluqda icazə var, ondan qırağa çıxma. Və əgər şirkət daxilində pluginlərdirsə, mütləq fikir verin, sizin security komandanız icazə verir bu pluginlərdən istifadə etməyə ya yox. Bu artıq axırıncı slaydlardandır. Burada nədən danışırıq biz? 3 qapı deyəndə nə edirəm? HireJS nədir? HireJS mən bundan qabaq göndərdiyim, sizə göstərdiyim QR idi. İndi isə mentorluq və AI consulting QR-dır. Əgər kiminsə biznesinə kömək lazımdırsa, yəni mən və mənim agentlərim sizə kömək edə bilər. AI agentlərim. Eyni anda da karyera baxımından mən nə edirdim qabaqlar? İlk zəng karyera coachingda 139 manata idi. Yalnız bugün mən deyirəm ki, ilin sonuna qədər mən 10 nəfəri götürəcəm, ondan artıq götürməyəcəm. Növbəti adamlar yalnız yanvarın 1-dən götürüləcək və o 10 nəfərə düşmək şansınız var, necə deyirlər. Bundan sonra mən hətta 2 ya 3 çıxışım olacaq Bakıda və güman edirəm ki, bütün 10 nəfərlik paket bugün satılmayacaq. Daha az satılacaq, belə deyək. Və ilk zəng 99 azayında, ondan sonra isə artıq nə məlumatlar varsa, hamısı buradadır. Siz ora request göndərən kimi mənim Telegramıma gələcək. Telefon orada indi kamerada çəkir, amma Telegrama bütün məlumatlar gələcək ki, okey, kimdir, nəçidir, nə ilə məşğul olmaq istəyir, mentorship istəyir, istəmir falan və bu qədər ödəniş edir. Hamısı oradadır. Bu isə artıq keçirik sual-cavab rejiminə. Burada gördüyünüz QR kodlar var. Mənim YouTube-um var, mənim LinkedIn-im var, Product Nexus-un WhatsApp qrupu var. Bəziləriniz orada deyil, bəlkə də, hələ də. Onda daxil olsanız yaxşı olardı. Mentorluq və gördüyünüz kimi HireJS paketi buradadır. Və həmçinin kim ki bundan qabaq və ya indi bu feedback-ı veribsə, o həmin səhifədə, web səhifədə, onların e-mailinə avtomatik HireJS-də gələcək. Həm də bu prezentasiya özü də gələcək ki, siz bundan sonra prezentasiyaya baxa bilərsiniz yenidən. Mənlik bu qədər. Mən indi istərdim sizin maraqlı suallarınıza qulaq asım. Yəqin ki, vardır. Utanmayın, zəhmət olmasın. Mikrofon haradaydı? Keçi mikrofon. Hə. Oradan sual verirlər. Mikrofonla desəniz YouTube-a da düşürürsünüz. Əvvəla salam, hər-birinizi xoş gördük. Çox sağ olun. Çox əla keçdikdim, çox maraqlı idi. Sadəcə biz mənim nə maraqlıdır? Yəni biz məlumatlar bildiyimiz kimi həm OpenAI-ın və ya Anthropic-in və ya da Google-un müəyyən serverlərinə gedir də. Biz burada artıq məxfilik məsələsi ortaya çıxır. Bu haqqında nə düşünürsünüz? Məxfilik? Bəli, bəli. Əslində necə işləyir? Əgər siz mən bu problemi həll etmək üçün nə etmişəm? Mən Anthropic-lə Claude-u, Anthropic-lə OpenAI-ilə müqavilə bağlayanda, yəni onlardan nəsə alanda, şəxsi məsələlər üçün, adi məsələlər üçün o $20 paketi alırdım. Amma iş məsələləri üçün bizneslərin birinin adına Claude aldım, Teams package-dən. Eyni qiymətədir. Amma üstünlük odur ki, orada müqavilədə yazılır ki, bütün məlumatlar məxfi saxlanılır və heç bir trainingdə istifadə olunmur. Amma siz personal cloud götürəndə, onlar istədiyi şey eləyir o məlumatlarını. Ona görə mən həmin o yolla almışam ki, bu problemi yaşamayın. Əla. Onu hər adam eləyə bilər. Kimdə VN varsa eləyə bilər onu. Teams package. Başqa sual varmı? Artıq.
So əvvəlcə Ha, buyur. paylaşdığınız bütün məlumatlar üçün çox sağ olun. Mənim sualım biraz daha çox produktivlik haqqında, həm də öz bilməni də deyərəm. Məsəl üçün sizin agentlarınız işləyir. Aha. Arada gözləyirsiniz, sizdə fasilə olur, boşluq. Bəli. Mən onda çox vaxt scroll edirəm, siz deyirsiniz. Mən scroll edirəm, telefon başqa otaqda olur adətən. Boşluqda- Ona görə scroll edirəm. Mən nə edirəm? Mən sadəcə eyni anda 20-30 agentdən eyni anda danışa bilirəm. Yəni biri ilə danışdım, tapşırıq verdim, keçdim başqasına. Və iTurm elə eləyir ki, agent mənə cavab verdisə, WhatsApp-dakı kimi belə şey eləyir, notifikasiya kimi gəlir ki, mənə cavab gəldi. Elə bil ki, sanki öz işçilərimlə Slack-da 10 nəfərdən eyni anda yazışıb cürbəcür başqa problemləri həll etmiş oluram. Ona görə mən scrollingə vaxt çatdırmıram, çünki eyni anda bir neçə layihə var. Yəni belə işləyir. Sağ olun. Mənim sualım, yəni sizin Azərbaycanın kənar rəhbərsizlər, mənim də experience var, bizdən çox. Development-in gələcəyi barədə bir-iki demək istəyərdim. Okay, development-ın gələcəyi haqqında çox asan bir şey deyə bilərəm. AI-dan istifadə edənlər 3 qat, 4 qat daha çox pul qazanacaq və AI-dan istifadə etməyənlər indikindən 50% daha az qazanacaq. Mənim fikrimcə. Amma yenə də development qalacaq. Sadəcə sayı azalacaq getdikcə. Ola bilsin ki, sayı da azalmadı. Sadəcə bir komandada çalışan adamların sayı azalacaq, amma şirkətlərin sayı çoxalacaq. Ona görə development qalacaq məncə. Əla, əsas mənə lazım olan bu idi. Çünki 10 il işləyirəm və 10 ilin sonunda belə bir şey AI-dan istifadə edirik, amma maraqlıdır ki, bundan sonra necə olacaq, yəni necə inkişaf edəcək. Təşəkkür edirəm cavab üçün. Bu mənim fikrimdə, əlbəttə ki, hər şey başqa cür də ola bilər. Hər ehtimal qarşı hamıdan soruşuram. Okay. Qardaş bayaqdan gözləyirdi mikrofonu sadəcə. Sadəcə buradan görsənmir. Salam Elçin. Salam. Mən belə bir sual vermək istirdim ki, bu yəni çox AI agent layihəsi görürük də axır vaxtlar. Yəni belə SaaS-lar milyon birincidir bəlkə də gördüyüm. Aha. Jessin əsas fərqi nədir digərlərindən? Jessin əsas Victor fərqi var və s. və s. Mənə uyğunlaşmadı və mən bundan qabaq Türkan xanımın sualına cavab verəndə ki, mən nəyə görə eyni anda bir neçə agentlə çalışa bilirəm. Jess yaddaşı daimi saxlayır. Və mən bir agentdən başqa agentə keçəndə ikinci agent artıq bilir ki, birinci agent nə edir. Eyni anda, real time. Çünki onlar hamısı eyni fayllardan istifadə edir və concurrency-ni saxlayır ki, başqa yerə keçməsin. Yəni plus Jess mənim özümə məxsusdur və mən özüm istədiyim kimi onu dəyişə bilirəm. Yəni hazır hansısa agentlərdən istifadə etdikdə mən gərək onları özümə çox bir zaman ərzində yenidən uyğunlaşdırım. Amma bu biznes də elə deyil. Sizin biznesiniz deyil bu. Jess özü mənim biznesim deyil, mənim open source layihəmdir. Hə, open source. Yəni mən onu satmıram. Aha. Gördüyünüz kimi pulsuzdur. Xanımın sualı var idi, düzdür? Bağışlayın bir sual verin. Tələb bitir. Tələb başa çatdıqsa, yəni mən suallara Bəli. Sağ olun. Prezentasiyada göstərildi ki, mən bu arada developer olduğum üçün developer yönündən sual verəcəm. Siz dediniz 13 yaşınızdan bəri developerliyə həvəsiniz olub, yəni və 7-8 il AI çıxmamışdan əvvəl development sizin üçün avtomatlaşdırılmışdı, yəni rutin həyata keçirilmişdi. Mən bilmək istəyirəm ki, sizin hal-hazırda Berlində, yəni Almaniyada AI gələndən sonra development komandasında nə dəyişiklik oldu? Məsələn, bizdə hal-hazırda Azərbaycanda development komandası belə olur ki, agile style-la da işləyənlər olur və ya işləməyənlər də olur. Yenə də istənilən halda BA olur, project manager olur və ya product owner olur, business analytic olur və bu axın olur. Mən bilmək istəyirdim, AI gələndən sonra sizdə də məsələn bu axın var idi, AI gəldi, bu axını dəyişdirdi, yoxsa o axın yenə də sizdə davam edir? Məsələn, mən bəzi bundan əvvəlki seminarda olanda Amerikadan gələn mütəxəssislə olanda o demişdi ki, QA komandasını dağıtdıq bu AI-ki. Çünki artıq QA-lik AI-lara verildi, developerlərə verildi və o belə bir fikir söyləmişdi ki, developer komandasında, yəni developerlərin sayı azalmayacaq, amma çətinlik juniorların alınmasında olacaq. Bu da Almaniyada müşahidə olunurmu? Məsələn, Amerikada Əslində bəli olur.
Agile tərəfinə Agile-dan danışarkən mənə bu sualı çox verirlər Azərbaycanda. Siz inanırsınız ki, mən Almaniyada axırıncı 1 il ərzində Agile sözünü bəlkə 1-2 dəfə eşitmişəm. Amma Azərbaycanda artıq 100 dəfə eşitmişəm bir həftə ərzində. Çünki orada bu söhbət artıq yavaş solur. Bizdə də solması yaxşı olardı, amma solmur hələ. Birinci səbəb odur ki, Azərbaycanda komandaların həcmi böyüdü və həmin komandaları düzgün idarə etmək üçün hər hansı bir yollardan istifadə edirlər. Almaniyadakı şirkətlər, hətta Amerikadakı şirkətlərdə komandada 5-6 nəfər olur adətən. 5-6 nəfər ortalama. 5-6 nəfərlərdən üzvlər rollar necə olur? Fərqlidir. Cross-functional team olan şirkətlər var, bir də təmiz team olan şirkətlər var. Ya front-end ayrı, back-end ayrı və ya full stack bir yerdə olurlar, ya da ayrı komanda olur ki, həm product manager, həm project manager, həm Agile coach falan mən bəlkə də var Almaniyada, amma çox azalıb. Onda orada o zaman bir layihə üzərində iş getmir. Yəni sadəcə işlər back-end komandası olur, front-end komandası olur, belə komandalar olur. Fərqlidir. Yəni elə də olur, hamısı bir komandada olur. Baxır şirkətə, fərqlidir. Birində belədir, o birisində başqa cürdür. Və bu okeydir. Bir dənə əsas fərqi odur ki, oradakı komandaların həcmi balacadır və onları idarə etmək daha asandır və həmişə üstündə bir dənə menecer olur. Bir dənə engineering manager olur, bir dənə product manager olur. Və onlar birgə çalışırlar və komanda ilə irəliləyirlər. Halbuki mən bildiyimə görə Azərbaycanda eyni şeydir, amma 15-16 nəfər oturur bir komandada. Ondan çox olmur. Yəni 8-10 arası olur. Agile şirkətdən də fərqli. Mən tanıyıram Azərbaycanda şirkətlər hansında ki 17-dən 18 nəfər oturur bir komandada. Komanda dediyiniz yeni deyim, squad var, komanda anlayışı var. Əgər komanda back-end yönünü baxırsınızsa, olsa qədər qalxa bilər, amma onlar eyni başqa bir squadların üzvləri olur, Agile-də belə deyək də. Sadəcə olaraq onda AI gələndən, Almaniyada olan AI gələndən sözün açığı sırf AI-ın ona təsir göstərdiyini mən görmədim. Yəni onda belə heç bir rola təsir. Mən çalışdığım şirkət var idi. Heç AI o vaxtda o qədər inkişaf eləməmişdi. Söhbət 2020-dən gedir. Bizim komandada QA yox idi. Front-end var idi, back-end var idi, QA yox idi. Amma yenə də bugların sayı da az idi. Niyə? Çünki developer bilirsə ki, QA yoxdur, özü başlayır test etməyə. Developer biləndə ki, QA var, yala verir, gedir. Yəni məsələ budur. Bəs biznes analitik roluna sizdə hal-hazırda işlədiyiniz biznes analitik. Biznes analitik. Bəli. Hal-hazırda işlədiyiniz şirkətdə varmı, yoxsa siz birbaşa product managerlər adətən onların işini görür, amma bəzi şirkətlərdə biznes analitiklər də var. Yəni product owner, product manager adətən biznes analitikın işini də bir yerdə görür, amma yenə də data analitiklər var, hansı ki biznes analiz edir. Mən orada o title'lar elədir ki, yəni birinin adı biznes analitik, o birisinin data analitikdir, amma ikisi də biznesə baxırsa, ikisi də biznes analitik çıxır axırda. Yəni belə. Amma bəzi şirkətlərdə var, bəzilərində yox. Yəni şirkətdən şirkətə çox fərqlidir. Bəs kodlaşmada merge request-i falan, code review-ları da AI vasitəsilə kod reviewlər olur, yoxsa? Çalışırıq edək, hər şirkətdə deyil. Bizim şirkətdə misal üçün hələ də ancaq kod review-ni adam edir, amma AI kursoru qoşur ki, getsin ya Claude-u qoşur ki, deyir ki, okey, filan merge request edir, yoxla. Amma onu da avtomatlaşdırmaq olar və onun üzərində işləmək istəyirik bizim şirkətdə. Yəni mən bizim şirkətdən danışa bilirəm, hər şirkətdən danışmam. Oldu, sağ olun. Başqa suallar var? Var. Aha. Tərəfdə. Biraz uzaqda. Təlimə görə çox sağ olun. Mən demək istəyirdim ki, AI-ın bu günümüzdə məhsuldarlığı danılmazdır. Bu da özlüyündə kognitiv atrofiya yaradır insanlarda. Düşüncə və biraz problem həll etmə bacarığı problemi yaradır. Elementar gündəlik rutin işləri biz AI-dən məsləhət alırıq. Yəni bu problemləri həll etmək üçün nə kimi tövsiyə verə bilərsiniz? Sözün açığı, sizdə məlumat varmı doğrudan da belə etdiyini haqqında? Bəli. Yəni hardasa researchlərdə yazılar ki, kognitiv işləmə, yoxsa siz özünüzdə fikir verirsiniz, ya başqaları fikir verirsiniz? Yox, mən gündəlik rutin işlərdə görürəm ki, məsələn, əvvəllər bir dənə problem çıxanda, proqramlaşdırmada, kod yazanda, onu kiçik bir cümlə kimi yazırdıq, həllini tapırdıq. Amma indi dastan yazırıq ki, məsələn, onu həll eləmək üçün ki, bunu həll elə, problem budur. Yəni düşüncə konspektləşdirir də elə bil.
Okay. İzah edə bildim fikrimi. Mən sözün açığı tam anlamadım. Onu başqa rakursdan deyə bilərsiniz. Yəni belə deyim də, rutin işləri özümüz düşünmək əvəzinə Aha. süni intellektə veririk ki, bunu həll eləsin. Amma Bizə- axı bu gözəldir. Yox, özümüz düşünmürük onu. Problemi özümüz həll özümüz, edirik. mən bu problemi biraz başqa cür baxıram. Əgər mənim misal üçün mən hər gün paltarı əllə yumamalıyamsa, mən onu paltar yuyanı verərəm və özüm başqa işlərlə məşğul olaram. Daha ağıllı və daha gözəl işlərlə məşğul olaram. Mən AI-ya da belə baxıram. Okay, rutin iş varsa, mən o rutin işi AI-ya verim. Qeyri-rutin iş hansı ki mənə maraqlıdır, o işlə özüm məşğul olum. Məndən həmişə developerlar soruşanda ki, mən AI-dan istifadə edim, etməyim, necə edim məsələn, mən həmişə deyirəm ki, sən gördüyün iş var, A-dan Z-yə qədər. Hamısını diaqram kimi çək, mən bu işi görürəm, onu edirəm, əllə nələr etdiyini hamısını çək. Sonra o işlərdən ən çox xoşuma gələn iş hansıdır? Onları seçirsən, A, B, C seçdim. D, Y, F məsəl üçün xoşuma gəlmir. D, Y, F-i ver AI-ya, A, B, C-ni özün elə ki, xoşbəxt qalasan. Əslində Aha, buyur. Əslində sizin layihəyə onun aidiyyəti yoxdur. Sizdəki avtomatlaşdırmadır. Mən dediyim daha çox məsələn mən kimi avtomatlaşdırma eləmirəm də mən. Aha. Mən daha çox gündəlik fikirlər, rutin sözlərdən soruşuram, ona məsləhət alıram. Bu kimi fikirlərdə deyirəm ki, onu özüm araşdırmaq əvəzinə, araşdıran daha çox insan düşünür ki, daha qısa necə araşdırır. Research kimi. Hə, bəli. Research Okay. qabiliyyəti azalır da elə bil. Düşünmürəm, ya problemi özüm həll eləmirəm. Soruşuram ki, məsələn, mənə tövsiyə ver. Bu halda başa düşdüm nə edirsiniz. İndi anladım. Məndə misal üçün olur ki, hərdən olur ki, mən özüm fikirləşmək istəyirdim, özümə maraqlı olan, challenge olan bir layihə olub, bir problemi olub. Amma AI o problemi mənim üçün tez həll eləyib. Mənə indi biraz darıxdırıcı gəldi ki, o mənim əvəzimə hər işi gördü. O halda mən nə etmişəm? Mən bir dənə skill yaratmışam, explain skill, explanation skill. Və o skill mənə onu çağıranda nə edir? Bundan qabaq gördüyü tapşırığı xırdalayır və mənə deyir ki, okey, problem burada idi. Bunu belə həll edin, belə həll edin. Bu bizə harda yaxşıdır? Alqoritmləri öyrənmisiniz yəqin ki. Misal üçün hər hansı bir data structure alqoritmisi. Orada da elədir ki, mütləq deyil ki, bütün problemləri özünüz həll edəsiniz. Hərdən bir başqa adamın eyni problemi necə həll etdiyini baxandan sonra siz eyni qədər zəka almış olursunuz. Ola bilsin, özünüz treyn eləməlisiniz, məşq eləməlisiniz, o heç. Amma yenə də başqalarının necə treyn elədiyi, necə patternlarından istifadə edirsinizsə, siz yenə də öyrənmiş olursunuz. Amma başa düşürəm ki, daha az, çünki siz artıq orada öz məntiqinizi çox işlətmirsiniz və s. və s. Yəni kognitiv işləri daha az görürsünüz. Amma bu halda mən nə edərdim? Mən elə bir tapşırıq tapardım özüm üçün, hansı ki, AI da tam olaraq həll edə bilmir və onu götürərdim. Yəni həmişə tapşırıq tapmaq problem deyil. O qədər problem var ki, dünyada onları həll etmək üçün. Məncə belə edərdim, belə edirəm deyə deyim. Amma deməzdim ki, bu problemi tam olaraq həll etmək olar. Aydın, çox sağ ol. Əlavəm var idi, istəyərdim. Aha, buyur. Çox sağ ol. Qardaşın da dediyi kimi bu research nümunəsi çəkdi. Mən deyərdim ki, misal üçün mən developmentla məşğul olanda bir bug çıxır qabağıma. Sürətli şəkildə işi həll eləmək lazımdır. Mən AI-ya verirəm, hər kəs yəqin ki, bunu eləyir və bug fix olunur və çox hallarda da mükəmməl fix eləyir və ya bir alqoritm yazanda çox hallarda çox gözəl yazır. Amma sizcə bu bizim düşüncə qabiliyyətimizi, problem solving qabiliyyətimizi kütləşdirmirmi? Gələcək üçün developerların bir növ belə deyim, zəiflətmirmi skilllərini? Bu tərəfdə Zəiflədir, 100% zəiflədir. yəni bunun Zəiflədir. bu balansını qorumaq üçün. Amma biz danışanda ki, gələcəkdə necə olacaq? Gələcəkdə böyük ehtimalla heç belə bir baqlar çıxmayacaq, öz-özünə həll olunacaq. O gələcək üçün bu kognitiv skilllər bizə lazımdır ya, yoxsa sual budur? Bəlkə də heç lazım deyil. Yəni ona görə deyirəm ki, mən həmişə AI-dan soruşardım ki, necə həll eləmisən ki, mən bunu heç olmasa öz beynimdə də saxlayım ki, sabahları işıqları söndürsələr nəsə eləyim. Belə deyək də. Yəni AI-yı söndürsə, AI indi işıq kimidir, onu söndürsələr biz eynən qalacaq heç nəsiz. Təşəkkür edirəm. Asılılıq yaranır. Səsim gəlirmi? Bəli, gəlir. Mən sualım odur ki, mən AI tədbirlərini çox edirəm. Hamısını inşa edirlər. Yəni həyatınıza hər tərəfinə AI qoyun, AI istifadə edin. Bəs bütün həyatını, bütün kalendarını, işini AI-ya asılı olmaq nə qədər doğrudur yəni? Sabah üçün Cloud, Gemini patlasa, API işləməsə, yəni bütün günün yəni məcbur özün eləyirsən, yəni asılı qalırsan belə baxanda. Bəli, ona görə mənim fikrimcə diversify eləmək lazımdır.
Yəni lokal AI-lar var məsələn üçün onlardan da istifadə edirsiniz məsələn üçün. edirəm. Yəni install eləmişəm, kompüterimdə var, amma söndürü vəziyyətdədir. Hansı Lazım model? olsa run edirəm. Hansı Ollama modellər? 4. Lama. Bir də şey var idi, Gemma 4. Ondan da istifadə edirdim Google-dakı. Amma o da Ollama vasitəsilə öyrənmiş versiyadır. Amma onu eksperiment üçün eləmişdim. Bu bir sözünə oxşayır. Mənə kimsə dedi, AI sabah söndürsələr nə olacaq? İşıqları söndürsələr nə olacaq? Yəni İnterneti söndürsələr nə olacaq? yəni ikisi fərqlidir axı. Biri digitaldır, biri yəni Fərqi AI-ya hər şeyin asılı olmaya da bilər. Bəli, amma eyni anda da elektrikdən də asılıyıq da. İşıqlardan asılıyıq biz. Hər şeydən asılıyıq. Amma eyni səviyyədə deyildi indikisi. Məncə eyni səviyyədədir. Hətta işıqdan daha çox asılıyıq, nəinki AI-dan. Amma AI-sız da davam edə bilərsən, yəni onu deməyə çalışıram. Bəli, indi davam edə bilərik. Elektrik də təzə çıxanda elektriksiz davam edə bilərdik. Düzdür, indi edə bilmərik. Yəni indi elektrik olmasa cəmaət öləcək. Yəni demək istədiyim odur ki, yəni o AI-ı bütün həyatın hər tərəfinə qoymaq məncə mənim fikrim çox yaxşı bir fikirdir. Yəni çox asılı buraxır adamı. Yəni okey kömək edir, amma belə deyim də, kömək edir, işləyir, düzdür? İşləməsə lazım olar əlavə 3 saat, 5 saat işləyərəm, eyni işi görərəm. Yəni mən buna belə baxıram. Amma məsələ odur ki, yəni indi biz belə düşünsək, onda inkişaf eləməyə davam etməyək. yox mən demirəm istifadə eləmir. Sadəcə həyatın hər tərəfində olması yaxşı fikirdir məncə. Onu deməyə çalışıram. Mənim fikrimcə yaxşıdır ki, hər tərəfi bağlaya bilsin. Çünki lazım olduqda mənim boş vaxtım yaranır. Çünki belə deyək, pul elədir ki, qazana bilirik. Məsələ elədir ki, hər şey var bizdə. Bir dənə vaxt yoxdur. Vaxt elədir ki, bugün var, sabah gedir. Vaxt getdiyinə görə mən elə eləmək istəyirəm ki, mən öz uşaqlarımla oynaya bilim. Mən elə eləmək istəyirəm ki, mən öz yaxınlarımı görə bilim. Mən eləmək istəyirəm ki, mən istədiyim ölkəyə gedə bilim. Düzdür? Və mən istəyirəm ki, AI-ya bu işləri tapşırım, qoy mənim əvəzimə işləsin, mən istəmədiyim şeyləri o eləsin, istədiyim şeyləri isə özüm edim. Və mənim fikrimcə biz belə deyək, hər şeyi rельsə qoymalıyıq. Amma hərdən olur ki, darıxıram koding üçün. Açıram VS kodu, bütün AI-ları söndürürəm və özüm üçün hansısa bir alqoritm həll edirəm. Elə belə. Çünki mənə maraqlıdır. Və eynən də yəni biz elə eləməliyik ki, lazım olsa backup olsun bizdə. Əlbəttə, plan A, plan B, plan C. Amma ehtimal nədir ki, plan A, B və C işləməsin? Çox azdır, düzdür. Sualın cavabı elə budur. Çox sağ olun. İlk öncə təşəkkür edirik. Xoş gördük bu arada sizi. Çox sağ olun. Əslində sualım bayaqları mövzusunda danışdığınız Is Apply proyekti ilə bağlı olacaq. O haqqda biraz daha detallı məlumat verə bilərsiniz və proyektin vizyonu tam olaraq nədir və necə? Proyektin vizyonu odur ki, mən onu eksperiment üçün eləmişəm. Hələ ki, heç şey satmaq istəmirəm və s. və s. Yəni necə olub? Mənim dostum mənə deyib ki, sən həmişə Azərbaycandan yaxşı developerlar tapa bilirsən. Onların 3-ü burada oturub ən azından, hansılar ki, hal-hazırda mənim şirkətimdə çalışır. Və deyir ki, yaxşı developerları tapırsan və s. Necə tapırsan onları və s. Mən dedim, okey, mənim LinkedIn var, mənim YouTube-um var, mən orada elan qoyuram, cəmaət gəlir. Amma əllə hər dəfə mən dedim, okey, developer axtarılır, cəmaət CV-ni mənim mesajımə, DM-ə göndərirdi. Mənim LinkedIn DM-im partlayır, mən bilmirəm nə edim, cəmaata necə cavab verim və mən bir şey var, reputasiya baxımından da var ki, əgər mən yoxdur cavabını deyirəmsə ki, kimsə keçmədi intervyudan və ya heç onun CV-sini qəbul etmədi, mən bu adamlara gərək bir şəxsi mesajla yazım. Claude-a bu işi də tapşırmışam, onu da görüb. Amma axırda gördüm ki, yox, mənim LinkedIn-imi lap zibillədi bu məsələ. Dedim, nə edim? Bir dənə tez vibe code sayt düzəldim, hansı ki CV-ləri qəbul eləyəcək. Sonra isə həmin şirkətlər, hansı ki o işləri götürmək istəyir işə, özü statusu update eləyəcək. Yəni Greenhouse kimi, başqa Berzonia kimi applicationlardan ideyanı götürdüm, amma onlarda ideya çox mürəkkəbdir. Mən onu sadələşdirmək istədim. Cəmaət oradan apply eləyəndə özü yazır ki, okey, bu skilllara uyğundur ya yox və eyni anda da orada misal üçün skilllara uyğun deyilsə, bir quş qoyur ki, mentorship haqqında da mənimlə danış. Və oradan artıq funnel kimi də işləyir və e-mail gəlir mənə ki, okey, filan kəs işə başvurub, amma eyni anda sizin mentorshipdan da maraqlanır. Qısaca bu ideya Claude-dan gəlməyib, özüm fikirləşmişəm. Yəni belə bir şeylər olur. Cəmaət apply edir və sonra o şirkətlər hansı ki, cəmaatı işə götürmək istəyir, oradan admin paneldən hərənin öz access leveli var. Onu mən əməlli yoxlamışam security-yə falan ki, leak olmasın. Oradan daxil olur və deyir, okey, falan işçiyə reject edirəm, falan kandidatı reject edirəm, amma bu xoşuma gəldi, bunu intervyuya çağır.
Onu intervyuya çağır düyməsini basan kimi avtomatik e-mail gedir adama ki, siz intervyuya dəvət olundunuz və kalendar link göndərilir həmin şirkətə uyğun. Mən oradan sadəcə kalendara API ilə qoşulmuşam, həmin adamın, rekruterin kalendarına və oradan sonra ona book olunur, zəng və intervyuya başlayırlar. Keçdisə, keçir növbəti mərhələ, keçmədisə reject göndərir, avtomatik e-mail gedir. Okay, namizədi seçən yenə də rekruterun özüdür sistemdə. Bəs proyektin daxilində AI ilə hər hansı bir validasiyanın aparılması və ya intervyu mərhələsinin aparılması kimi bir şey düşünmüsünüz? Var, amma ancaq filtrləşmədir. Yəni AI sadəcə deyir ki, əvvəldən job description-a uyğun olub-olmayan CV-ləri göstərir, amma olmayanları da belə rekruter hər ehtimala görə baxır. Çünki mən əməlli başlı bu ATS-lara qarşıyam. Sırf belə deyək də morally qarşıyam onlara. Mən xoşlamıram ATS avtomatik olaraq normal CV-ləri zibilliyə tullasın. Ona görə çalışıram elə edim ki, filtrlər var, filtr eləyə bilər adam AI vasitəsilə, amma tam olaraq avtomatlaşdırmamışam o tərəfi və istəmirəm. Təşəkkür edirəm. Təşəkkür edirəm. İlk öncə xoş gəlmisiniz Azərbaycana deyirəm. Çox sağ olun. Yəni mən çox fəxr edirəm ki, bizim Azərbaycanlılar xaricdə də özlərini göstərir, öz savadlarını, təcrübələrini. Mənim bir sualım var. Gələcəkdə bu süni intellekt inkişaf eləyən dövrdə hansı vakansiyalara ehtiyac olmayacaq, azalacaq? Yəni bu sualım HR kimidir. Tam avtomatlaşdıra bilən vakansiyalar, yəni bu çox primitiv cavabdır mən tərəfdən ilk növbədə. Amma mənim fikrimcə sırf IT sahəsindən danışsaq, məncə sadəcə transformasiya baş verəcək. Yəni PHP software developer, Java software developer olacaq AI engineer sadəcə. Və ya full stack engineer, nəsə belə bir şey. Amma yəqin ki ilk növbədə söhbət primitiv işlərdən gedir. AI nəyə əvəzləyəcək? Heç AI yox, adi avtomatlaşdırma artıq kassa işçilərinə əvəzləyəcək, o 100% elədir. Bəlkə də hansısa mağazalarda kassirlər qalacaq, o da lüks mağazalar olacaq. HR işidir misal üçün, QA işidir, onlar sadəcə optimallaşdırılacaq. Yəni o mənada ki, misal üçün, mən onu öz şirkətimizdə görürəm, bizdə qabaqlar 20 nəfərdən ibarət HR komanda var idi. İndi 3 nəfər də o 20 nəfərin işini görür, misal üçün. Developerlarda bu baş verəcək və baş verməyə davam edir hələ də. Amma yenə də, necə deyim, bazarda daha çox şirkət olanda, daha çox HR da lazım olacaq, daha çox developer da lazım olacaq yenə də. Amma bir şirkətdə, bir komandada daha az adam olmalıdır, ehtimalı daha çoxdur. Çünki onlar artıq bütün şirkətin işini 3 nəfər görə biləcək. Bu, belə başa düşürəm ki, işsizliyin sayını artıracaq da. Bu sistem yarandıqca, gücləndikcə, fəallaşdıqca... Bir tərəfdən hə, o bir tərəfdən yox. Bir tərəfdən hə nəyə görə? Dediyim kimi, əlbəttə 20 nəfər əvəzinə 3 nəfər işləyirsə, deməli işçilərin sayı azaldı, vakansiyaların sayı azaldı, düzdür. Amma eyni anda da şirkətlərin sayı çoxalır. Çünki şirkət yaratmaq indi investorsuz olar. Cəmaət gedir, indi startup qurur. İnvestor lazım deyil. Çünki su qiymətinə layihə düzəltmək olar və onu satmaq olar. Orada da HR lazım olacaq, orada da developer lazım olacaq. Və demək istəyirəm ki, sadəcə şirkətlərin həcmi balacaşır, amma şirkətlərin sayı çoxalır. Yəni, məncə ortalanma hardasa eyni bir şey qalacaq. Tamam, gələcəkdə cavanların hansı vakansiyalara yönəlmələri daha düzgün olacaq, yaxud da yönəlməmələri? Hər hansı bir sahə varsa, çox dərin sahəni seçmək lazım deyil. Generik sahələri seçmək lazım deyildir. Yəni, əgər 5 il qabaq mənə bu eyni sualı versəydiniz, mən deyəcəkdim ki, bir sahəni seçin, axıra kimi gedin. Amma indi deyirəm ki, hər tərəfli olmaq lazımdır. Çünki bugün bu sahə var, sabah o birisindən keçmək lazım olacaq, adaptiv olmaq lazımdır. Mən məsləhət görərdim ki, gənclər hal-hazırda maksimum adaptiv olsun. Yəni, istənilən zaman bir sahədən başqa sahəyə rahat, asanlıqla keçə bilsinlər. Onda həmin insanların gələcəyi olacaq.
Tamam, bəs biz elə bir insanlardan danışaq ki, onların yəni savad almağa ehtimalı yoxdur. Onlar sadəcə olaraq fiziki işlər görməklə yaşayırlar, dolanırlar, qazanırlar. Onların gələcəyi nədir? Məncə santexnik kimi sahələri öyrənmək lazımdır. Zarafatsız. Yəni fəhlədir, santexnikdir. Santexnik özü də hal-hazırda əməli səviyyəli bir şey olub. Yəni Avropada bu sahədə hal-hazırda saata görə developerdan çox almaq olar. Zarafat eləmirəm. Elektriklər. Doğrudan çox əməlli başlı çox qazanlar olur. Yəni məncə bu sahələrə yönlənə bilərlər. Yəni mən əlbəttə ki, bəlkə də tam olaraq savadlar, çox da savadlı deyillər, amma məncə bu sahələri öyrənmək olar. Çalışmaq lazımdır. Aydındır, çox sağ olun. Çox sağ olun. Fikirlə razıyam. Hazırda bu arada çox sağ olun. Hazırda Amerikada junior santexnikin bildiyim qədərilə aylıq maaşı $18.000-dir. Senior developerin hazırda ortalama maaşı $12.000-dir. Və senior developer artıq Hindistanlıların, Pakistanlıların əlindən ümumiyyətlə getmək olmur. Remote falan qoydum bir yerə. Amerikada yaşayıb işləmək olmur. Bu ayrı bir məsələ. Bir də bayaqki bir məsələ var idi. Mövzu hansı ki AI-ın təhlükəsizliyi, yəni məlumatların belə deyək də qorunması məsələsi. Mən açıq o məsələdə fikirlə razı deyiləm. Niyə razı deyiləm? Çünki hazırda AI şirkətləri ziyan işləyir. Yəni bu bir mənalı olaraq elan olunmasa da, istər fiziki cihazların həm də istifadə elədiyi resursları hesablayanda gəlirlərindən daha çox xərcləyirlər. Mən düşünürəm, yəni belə deyək, biz bir zamanlar Facebookda şəxsi məlumatların qorunduğunu iddia eləyirdi, amma John Snowden hadisəsindən sonra məlum oldu ki, əslində məlumatların satışı ilə məşğuldur və çox böyük məbləğlər var. Hətta Avropa Birliyi buna görə Facebooku $300-400 milyon qədər cərimələmişdi. Yəni nəyə məsəl üçün əsaslanaraq deyə bilərik ki, bizim biznes planından bizim əslində təhlükəsizliyimizi qoruyur. Yəni nəyə əsasən deyə bilərik? Mən düşünmürəm, çünki bu şirkətlər o qanunlara da hörmət elə, hər adam hörmət eləmir. Belə deyək, dünyada. Biz nəmərdə də məsəl üçün əslində biz AI deyirik var, amma AI əslində çoxdan var. Yəni internet gəldi Amerikada 1968-dən demək olar ki, gəlib başlayıb. Hazırda istifadə elədikləri qırmızı təyyarələri var. Məsələn, F-22 1986-cı ildən süni intellektlə istifadə olunur. Yəni bu texnologiyanı necəsə publik eləməkdə maraqlı olublar. Yəni bu çox böyük ehtimalla yenə də data oğurluğu ilandır. Yəni biz nəyə əsaslanır? Məsələn, mən razıyam. Məsələn, işıqlar sönər, yəni AI bağlanar, nə olar deyil məsələ. Yəni hazırda gələcəkdə, yəni mən bir insan olaraq bəzən yəni mən ona cloud skilllər yükləmişəm, MD-lər yükləmişəm, hər şeyi bomba düzəldirəm. Bəzən adamı çilədən çıxardır və söymək istəyirəm, söyə bilmirəm. Qorxuram çünki gələcəkdə istifadə edəcəyinə əminəm. Yəni bunu düşünmürəm, buna əminəm. Bəzən insan söyə bilir, onu söyə bilmirsən çünki nə olacağını bilmirsən. Razıyam, məlumat toplanır. Amma bir tərəfdən də biz Google Chrome-u açanda belə o eyni məlumat toplanır. Hər hansı bir hərəkət edəndə bütün məlumat toplanır. Çıxırıq çölə kamerada toplanır. Yəni mən məsəl üçün cloud kimi şirkətin kodlarının sızdırıldığı bir şəraitdə ki, əslində yəni bu çox böyük bir problem idi. Amma üstü örtüldü məsələ necəsə bunu. Hər şirkətdə elə şey var da. Hər şirkətdə. Yəni mən doğrudan da tanımıram bir dənə tanınmış şirkət olsun ki, onlarda heç bir leakage olmasın həyat boyu. Yəni əsas sualım odur ki, nə düşünürsünüz? Sizcə müəllim, bir 10 il sonra biz AI robotların köləsi ola bilərik, yoxsa onlar sadəcə bizə köməkçi olacaq? Okay. Mən bu suala yəni mən Terminatora şükür eləyərik məncə. Belə getsə Terminatora şükür eləyəcək. Bir səhnə var, deyir bu sənin anan deyil, bir səhnəsi var telefonda danışanda. Bir yerdən sonra oraya gedirik deyəsən. Bəli, yəni robotlar olacaq 100%. Yəni birazdan Elon Musk o tərəfə də gedəcək. Elektrik avtomobilləri tərəfə gedib, indi robotları da salacaq çöllərə. Razıyam, o olacaq. Biz çox tənbəl olacaq hansı zamanda. Ancaq idman zalını məşq edəcək, elektrik enerji yaradacaq ki, robotlar işləsin. Yəni axırı budur. Böyük ehtimalla başa düşürəm, amma bir tərəfdən də yəni mən hal-hazırda bu suala
bilmirəm necə cavab verim, sözün açıq. Yəni mən bu gələcəyi mən necə bilə bilərəm? Yəni istifadə gələcək deyil də əslində gələcək zaten. Gələcək deyil, sabahdır. Sadəcə istifadə eləyəndə hər hansı bir qorxu, bir fikir yaranırmı? Yəni get-gedə avtomatlaşdırırsınız. İndi təxminən 6 ildir sizi izləyirəm LinkedIn-dan, AI ilə bağlı işlərinizi bilirəm. Sadəcə heçmi avtomatlaşdırdıqca riskləri düşünmürsüz? Riskləri düşünürəm, amma o bir tərəfdən də başa düşürəm ki, mən bunu eləməsəm, mən yenə də uduzmuş oluram. Yəni bu bir sənəyə oxşayır. Yəni Rusiya ilə Amerika bir-birinin üstünə, Sovet Union'dan Amerika bir-birinin üstünə raketləri yönləndirəndə hər ikisi onu eləmək istəmirdi, düzdür? Amma biri qorxur ki, o birisi eləyəcək. Bax, eyni məsələdir. Təşəkkür edirəm. Ama Rusça olar. Без проблем. Азербайджанча cevap verirsin. Окей. Вот, например, я устроилась на работу, там все яичники и все в этом духе. Ага. Будет ли у нас больше задач в работе, как это будет отражаться на нашей зарплате, потому что мы, по сути, тогда меньше работаем? Как бы есть такой момент, ну, в будущем, конечно же, сейчас, естественно. Mənim fikrimcə biz AI-la daha çox işləyirik, nəinki az işləyirik. Çünki əgər belə deyək də, mənim 10 dənə tapşırığım olsa gün ərzində, mənim hal-hazırda 25-30 tapşırığım var gün ərzində. Niyə? Çünki mən daha çox iş götürməyə bacardım, yəni daha çox iş götürməyə başladım. Yəni misal üçün sizdə editing, foto, video editing falan işləridirsə, misal üçün siz onu avtomatlaşdırırsınız və gələn dəfə daha çox müştəri götürə bilərsiniz. Deyirsiniz ki, okey, mənə 5-6 dənə əlavə edit də ver, çünki mən daha sürətli işləyirəm. Əgər siz maaşa işləyirsinizsə, siz artıq yəni belə deyək, eyni maaşda böyük ehtimalla qalıb daha çox iş görmüş olursunuz. Yəni belə deyək, daha çox nəticə gətirmiş olursunuz, amma eyni qədər iş görürsünüz. Və burada belə bir məqam var ki, həmin AI-dan istifadə etməyən adam daha az nəticə verəcək və böyük ehtimalla daha çox nəticə verən adamla əvəzlənəcək. Ona görə AI dalınca qaçmaq lazımdır, mənim fikrimcə. Əlbəttə ki, yəni hər hansı bir qorxu varsa ki, AI-nın məxfi məlumatların məxfiliyi falan əlbəttə ki, hamıda var bu qorxu. Amma çalışın elə ki, backup plan olsun. Amma backup plan olsa da belə yenə də siz qabağa getməlisiniz, çox istifadə etməlisiniz ondan. Окей, вот, и еще один вопрос. Вы думаете, что вот всем надо будет пользоваться яишкой, потому что вот слишком много тратится воды на то, чтобы снять видео по типу «Я клубника, ты клубника, почему у нас банан?» и все в этом духе? То есть мне кажется, что стоит все-таки давать эту возможность кому-то, кто делает хорошие вещи, а не просто вот это. Bu suala, bunu mən özüm çox yaxşı anlayıram. Lazımsız yerdə AI-dan istifadə çoxdur. Özdə lazımlıdan daha da çoxdur mənim fikrimcə. O birisi tərəfdən də bir şey deyim. Bu işlərə filtr qoymaq və kiməsə icazə verib, kiməsə icazə verməmək daha çox su və daha çox resurs aparacaq mənim fikrimcə. Ona görə onlar deyiblər ki, qoy hamı istifadə eləsin, öyrənsin və biz məlumatları da toplayaq, pul da qazanaq və s. və s. Və burada bir şey də deyə bilərəm ki, çox yaxşı ki, AI nəinki bu tərəfə gedir. AI hətta sabahları bizə research edib kömək edə bilər ki, biz duzlu suyu normal suya keçirdə bilək və başqa bir ekoloji researchləri eləyək və qabağa düşək. Yəni, həm yaxşılıq edir, həm pislik edir eyni anda. Və kapitalizm elədir, həmişə elə olur. Çox sağ olun. Sağ olun. Sağ olun. Əslində iki sualım var. Birinci sual odur ki, proqnozlara görə növbəti qlobal iqtisadi krizis AI səbəbindən gələcək. Yəni AI-da işsizlik, unemployment rate artacaq. Ona görə də bir çox səbəblərdən. Siz buna inanırsınızmı ki, yəni belə bir hal olacaq? Mən buna əslində mən inanıram buna. Mən özüm Almaniyada yaşayıram. Orada UBI-də çox adam oturub artıq. Yəni çox adam işləmir və pul alır. Və mən bu məsələyə mən inanmıram ki, 99% adam işləməyəcək və 1% belə deyək, idarə eləyəcək. Mən buna tam olaraq inanmıram. Amma 70-in 30-a olmağına doğrudan da inanıram. Birinci 3 ildə, 5 ildə yox, amma 10 ildən sonra bunun ehtimalı çoxdur, belə deyək. Amma mənim fikrimcə yenə də mühəndislər qalacaq, yenə də hər sahədən kimlərsə qalacaq, insanlar qalacaq. Amma yavaş-yavaş o tərəfə gedəcək axırda. Mənim fikrimcə də belə deyil.
Əslində bəlkə də cavabınızın içində ikinci sualımla bir overlapping cavab var. Yəni ikinci də odur ki, əgər hər kəs AI-dan istifadə edəcəksə, etməyi bacaracaqsa, onda şirkətlərin, bir də ölkələrin rəqabət qabiliyyətli üstünlüyü, competitive advantage harda olacaq? Yəni o hardan qaynaqlanacaq ki, məsələn Yapon bildiyimiz kimi bunu bacarır. İndi artıq bilirsiniz ki, Çin çox qısa bir zamanda bir çox texnologiyalara nail oldu. Yəni növbəti onda yəni şirkətlərin competitive advantage nə olacaq? Yəni başqa bir şey çıxacaq AI-dan sonra. Aynen yeni hype çıxacaq. Böyük ehtimalla yeni hype AI-nin elə özündən AI özü o yeni hype-ları yaratmağa başlayacaq. Özü Və yaratır. insanlar o qədər kreativdir ki, məncə AI-dan yenə də kreativdir. Və hər dəfə yeni bir şey tapılacaq ki, kimsə yenə də üstün olsun. Çox sağ olun, minnətdaram. Siz çox sağ olun. Suallar var? Bu tərəfdə. Bildiyimiz kimi hal-hazırda son vaxtlar Opus 5 çıxdı, ondan əvvəl Fable 5 var idi, hətta Kimi K3 çıxdı. Hansı ki bilirsiniz, görürük ki bir növ qaçdı oynayırlar, hansı ki çan pişik oyunudur. Artıq da xam məlumatları demək olar ki bitirmişik. Adamlar yəni artıq xam məlumat tapa bilmirlər. İnternetdəki bütün məlumatları source eləyiblər, yəni götürüblər və training eləyiblər. Və görürük ki hype bitir. Artıq maksimum optimallaşdırmağa çalışırlar modellər, hansı ki halüsinasiyanı aşağı salırlar və yaxud da digər reytləri aşağı salırlar. Bəs sizcə bunun sonu nə olacaq? Məsələn, indi Gemini modelini gözləyirik ki, Gemini nəsə bir yeni model çıxasın, 3.5 Pro və yaxud 4 Pro ki, bu modelləri keçsin. Hansı ki, onlar demişdilər çıxaracaq, amma gecikdirdilər. Mən səviyyəsindən gözləyirəm hal-hazırda onu. Siz nə düşünürsünüz? Sizcə sonu necə olacaq? Yəni xam məlumat da bitir. Düzdür, indi data collection insanlar üzərində deyirlər və yaxud da promptlar üzərində ki, insanlar nə veriblər, cavab nə alıb, nə də feedbacklə yığırlar. Amma artıq sanki sona gəlmişik, artıq AI inkişaf eləmir kimi. Bu birisine oxşayır, bu musiqi industriyasına oxşayır. Yəni 7 dənə not var, amma yenə də kimsə nəsə yeni bir şey fikirləşir. Texno çıxdı, rock çıxdı, o çıxdı, bu çıxdı. Bundan sonra da eyni şey olacaq, davam edəcək. Məncə bunlar sadəcə nə edir? Hal-hazırda marketinqdir başdan ayağa. O Fable-ın reject olunması mənim fikrimcə marketinqdir. Eyni şeydə sonra ChatGPT kopya elədi, Solu da söndürdülər, yandırdılar. Təmiz marketinqdir, satmaq üçündür və belə deyək, özünü super göstərmək üçün. Və düşüncəm odur ki, yenə də yeni alqoritmlər olacaq və bundan sonra sanki necə gedir? Low hanging fruits var, deyilən söz var. Yəni ən asan uduşlar artıq 80-90%-ə çatır. O 90%-dən 100%-ə qədər heç vaxt çatmayacaq bu inkişaf. Davam edəcək, amma daha asta, daha yavaş davam edəcək. Artıq onlar elə bir platoya çatıblar ki, çox inkişaf ediblər. Dəhşətli qədər çox. Mən bir il qabaq mənə desəydilər ki, mən sadəcə deyəcəm ki, tikitin nömrəsi budur, get həll elə. O gedib hamısını həll edib mənə bir dənə kod review verəcək onu tam olaraq. Yoxlayıb, browserdə, API-da yoxlayıb hər şeyi təhvil verəcək. Mən ona tam olaraq inanmazdım sözün açığı. Ona görə kimsə mənə buradan gələcək haqqında sual verəndə mən çox qorxuram bu suallara düzgün cavab verməyə. Çünki Allah bilir nə olacaq. Bilmirəm nə olacaq. Amma öz düşüncələrim var və düşüncəm odur ki, məncə AI xüsusi bir platoya çatır. Bundan sonra yalnız və yalnız bunun kimi oxşar ideyalar çıxacaq. AI-dan səncə tətbiq məsələsi var. Yəni AI ağıllıdır, yaxşıdır. Amma hər yerə tətbiq olunmur. Hər adam onu tətbiq eləmir. Və tətbiqlərin sayı çoxalacaq. Bu MCP-lər, konnektorlar hər yerdə olacaq. Və bu konnektorlar hər yerdə olandan sonra insanın həyatı da dəyişəcək. Halbuki AI da hələ də çox inkişaf eləməyəcək. Amma bu məsələlər inkişaf edəcək. Voice to text haqqında bir app düzəldiniz. Son necə oldu? O app işləyir, girib yükləyə bilərsiniz MacBook üçün. Danış gedir adı. Dəniş yox, danış. Yəni sadəcə eyni yazılır. Xeyirli olsun. Siz Whisper istifadə etmişdiniz, səhv etmirəmsə. Whisper-dən istifadə edirdim, Typelist-dən istifadə elədim. Sonra gördüm ki, mən bunlara bu qədər pul vermək istəmirəm. Və mənə Claude dedi ki, sən bu belə şeylərə çox pul verirsən, düşün gör nə edirsən. Yəni mən hər dəfə ona sual verirəm ki, nə edim?
Belə maliyyən budur da, misal üçün. O deyir ki, okey, gəlirləri çoxaldıra bilirsən, indi xərclərin də var da, onlardan da nəsə eləmək lazımdır ona qarşı. Calendly-dən istifadə edirdim, pulumu verirdim, indi vermirəm. Eyni şeydə Typeless-lə Whisperflow-dan istifadə eləmirəm. API ilə Whisper AI-yə qoşdum, OpenAI. O da maksimum $1 xərcim var, amma AI-larla söhbət edirəm və işləyir. Xeyirli olsun. Sağ olun. Suallar? Oradan ötürə bilərsiniz. Öncəliklə çox sağ olun yaratdığınız fürsət üçün. Sualım CES-lə bağlıdır ki, hal-hazırda tamamlanmış proyektmi, yoxsa gələcəkdə hər hansısa bir update gözlənilir mi? Gözlənilir. Mən CES üzərində işləyərkən onu hər dəfə update edəcəm. Özüm. Yəni onu artıq skilllərə yerləşdirmişəm ki, update eləyirsən, anonymize eləyirsən, sonra atırsan GitHub-a. Çox sağ olun. Siz sağ olun. Suallar qalıb? Varmı? Bir dənə sual da var. Aha. Telegrama bir dəfə qoşdum mən bu API ilə də, amma çox pul çıxdı da. Hardasa bir dənə prezentasiya $10 falan pul getdi. O normaldır elə çıxmalı. Token çox. Telegrama nəyi qoşdunuz? OpenClone. OpenClone. Mən OpenClone birinci dəfə qoşanda $100 idi, ondan sonra qoşmuram. Yəni OpenClone maraqlıdır, yaxşıdır, amma hamı reklam eləyir və belə. Bəli, yəni o çox şeyi doğrudan da keyfiyyətli eləməyi bacarır, amma security baxımından problem var. Bir də tokenləri çox yeyir. Ona görə mən o zamandan düşündüm ki, mən OpenCloud-dan istifadə etməyəcəm, amma oradan bəzi ideyaları götürdüm və JES-ə yerləşdirdim onları. Və JES mənim üçün hər şeyi optimallaşdırır və hətta mənə tokenləri, misal üçün mən öz tokenlərimi göndərəndə onları kompresləyir, sonra göndərir. Yəni belə bir şeydən istifadə etmişəm ki, daha az tokenlərdən istifadə etsin. Plus əlavə bir məqam da var ki, mən CloudMax-dan istifadə edirəm bir tərəfdən. O bir tərəfdən də mən elə çalışıram ki, API ilə OpenClone problemi olur ki, orada yəni var yollar, amma cəmaət API-yə qoşur, düzdür? OpenAI-nin və Cloud-un hər hansı bir API-yə qoşursunuz. API ilə qoşanda daha çox pul gedir. Amma onun yolları var ki, siz remote serverdə Cloud-a login olursunuz, oradan istifadə edirsiniz. O halda sizin ancaq aylıq abunəniz gedir. Bir də artıq əlavə pul getmir. Belə bir şey eləmək olardı. Misal üçün hostinglə qoşulmalıdır, yoxsa serverlə? Məsələn, məndə fərq etmir. Yox, hosting olmamalıdır, server olmalıdır. VPS serverdə VPS götürürsüz. Ionos kimi yerdən siz onu 1-2 evroya götürə bilərsiniz aylıq. 4-5 manatı bir sizdə server var. Sadə bir serverdir, amma üstünə login edirsiniz və istifadə edirsiniz. Herd kimi deyəsən application var, HRD gedir adı. Siz terminalı remote idarə edirsiniz. Öz kompüterinizdən oradakı terminalı idarə edə bilirsiniz. Hətta telefonunuzdan, planşetdən, hər yerdən idarə edə bilirsiniz. O da necə oldu? Herd gedirdi adı deyəsən, HERD. Belə gedirdi. Kimsə eşidib onu. Deyəsən elə gedirdi, amma LinkedIn-ə yazın, mən sizə yada salarım. Məndə şeydə var, yazılıb. Çox sağ olun. Siz sağ olun. Hazırda, hə, olur. Suallar qalıb? Kimsə nəsə danışmaq istəyir? Okey, onda sizə təşəkkür edirəm hamınıza. Çox sağ olun, gəldiniz.